Noyabrın 7-sində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Azad Həmkarlar Təşkilatının birgə təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli açaraq 8 noyabr Zəfər gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq səhifələrdən biri olduğunu vurğulayıb. Milli Qürur Günü münasibətilə akademiya əməkdaşlarını təbrik edib. AMIA rəhbəri vurğulayıb ki, son 1000 ildə ölkə tarixində Azərbaycançılıq baxımından Qarabağ zəfəri ilə müqayisə edilə biləcək daha böyük tarixi hadisə göstərmək mümkün deyildir. Ali Baş Komandan İlham Əliyev Qarabağda qazanılan şanlı zəfərlə 1000 illik tariximizin yeni səhifələrini yaradıb və güclü sərkərdə kimi adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyası uğurla davam etdirilir deyən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan hazırda inkişaf etmiş güclü dövlətlərdən birinə çevrilib, özünün hərbi sənaye kompleksini yarada bilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvər, güclü və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Akademik İsa Həbibbəyli çıxışının sonunda Prezident İlham Əliyevə AMIA-nın 80 illik yubileyini dövlət səviyyəsinə qeyd olunmasına, həmin mərasimdə iştirakına, proqram xarakterli parlaq nitqinə və Azərbaycan elminin inkişafında xidmətlər olan şəxslərin təltif edilməsi haqqında sərəncamına görə bir daha dərin minnətdarlığını bildirib. Daha sonra tədbir bir sıra məruzələrlə yadda qalıb. Leyli Namik qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.